Hər kəsə salam. Mən Hilal kurslarının ingilis dili müəllimi Yaxşıxanım Bağırova sizə Hilal kurslarının 18 yanvar tarixində təşkil etdiyi 4-cü siniflər üzrə 4-cü mövzu sınaq imtahanındakı ingilis dili suallarını izah edəcəyəm. Uşaqlar, gəlin 26-cı sualdan başlayaq. Deməli, 26-cı sualda deyir ki, how many uncountable nouns are there in the sentence? Cümlədə neçə dənə sayılmayan isim var. Uşaqlar, belə olanda cümləni diqqətlə oxuyun. Sözlər mütləq ki, sizə tanış gələcək. There is a kilo of meat, 2 onions, a bottle of juice and fresh bread in the kitchen. Deyir ki, mətbəxdə 1 kiloqram ət, 2 soğan, 1 butulka deməli meyvə şirəsi və deməli təmiz, təzə daha doğrusu çörək var. İndi baxırıq uşaqlar. Baxıram ki, a kilo of ümumiyyətcə hansı sözün qarşısında a artiklı verilibsə və numerativ sözdürsə, bu məlum məsələki sayılandır, bizə sayılmayan lazımdır. Uşaqlar, meat-i götürəcəm, of course, juice-u götürəcəm və bread-i götürəcəm. Yenə də baxaq, a kilo of-u çıxıram, onions-u çıxıram, a bottle-u çıxıram, kitchen-da dəxlisi yoxdur onsuz da. 1, 2, 3 olur, cavab C variantı. Deməli, uşaqlar, daha sonra gəldik 27-ci suala. Deyir ki, bala heyvan adları olan düzgün variantı seçin. Uşaqlar, baxan kimi kət və doqu çıxıram. Çünki kət pişik, doq da it deməkdir. Bunlar bala deyil. Bu bildiyimiz normal heyvandır. Deməli, 1 ilə 3-ü çıxacam. 1 getdi, A getdi, C getdi, D getdi, Y getdi. Çıxdaşla çox rahat bir şəkildə uşaqlar tapırıq ki, cavabımız B variantıdır. Kitten pişiyin balası, puppy itin balası, duckling də ördəyin balası. Gəldik uşaqlar 28-ci suala. 28-ci sualda məndən, yəni bizdən düzgün olmayan variantı istəyir. Gəlin birinci sam olan qaydamızı xatırlayaq. Sam üstəyələk ya sayılmayan ya da cəmsim. Poultry cəmdir, çıxdım. Yəni bu doğrudur, bizdən səhvi istəyir. Lice cəmdir, çıxdım. Send sayılmır, çıxdım. Progress sayılmır, çıxdım. Qaldı cavab radio, yəni ki, radio A variantı. 29-cu sualda tək isimlər cərgəsini istəyir uşaqlar. Tək isim nə deməkdir? Variantdan cəmi çıxırıq. B-də police, tis, C-də lies, D-də men, Y-də cinsi çıxıram. Deməli, B, C, D, Y çıxdı. Mənim qalır cavabım A variantı. A-nı burada yazaq. Gəldik daha sonra uşaqlar 30-cu suala. Düzgün olmayan variantı istəyir. Uşaqlar, zera, boşluq, people on the bus. Uşaqlar, people görürəm ki, cəmsimdir. Maçdan sonra cəmsim gələ bilərmi? Xeyr. Elə baxan kimi A variantı doğru cavabdır. Gəlin digər variantlara da baxaq. There are not deyə bilərəmmi? Deyərəm. There are some deyə bilərəmmi? Deyərəm. There are not any deyə bilərəmmi? Deyərəm. There are many deyə bilərəmmi? Deyərəm. Gəldik 31-ci suala. Uşaqlar, düzgün olmayan variantı istəyir. 2 bowls of boşluq are ready, let's eat. Deyir 2 deməli kasa, indi tapacağıq nə isə, yəni 2 kasa nədirsə hazırdır, gəlin yeyək. Uşaqlar, yanlış variant təbii ki, baxan kimi, yəni görə bilərsiniz. Gəlin variant gedək. Salat, 2 kasa salat ola bilərmi? Olar. 2 kasa sabun ola bilərmi? Xeyr, olmaz. Bizə də elə yanlış lazımdır. Yoğurt, yəni qatıq olar, sup olar, düyü olar. Yəni 2 kasa sabun hazırda, gəlin yeyək, bu yanlışdır. 32-ci sualda deyir ki, uşaqlar, zera nöqtə, yəni boşluq, beautiful pictures are there funny stories. Uşaqlar, birinci cümləm təsdiq, ikinci cümləm inkardır. Mən də bilirəm ki, samı mən işlədəcəm. Təsdiqdə N-ni işlədəcəyik, inkarda və sualda. Deməli, birinci tərəfə sam, ikinci tərəfə N olan variant lazımdır. Deməli, o da olacaq B variantı. A-da sam olmaz, C-də N-i sam olmaz, D-də hər ikisi N olmaz, Y-də də notdan sonra sam gəlməz. 33-cü sualda düzgün variantı istəyir. Baxan kimi numerativ sözləri görürük uşaqlar. Gəlin baxaq. İlk baxışda a kilo of bananası çıxıram. Çünki a kilo of-dan sonra meyvəni və yaxud da tərəvəzi cəmləmək lazımdır. İndi digərlərində ilk baxışda problem yoxdur. Deməli, uşaqlar tərcümə problemi var. Gəlin A-ya baxaq. A pair of silk. Bir cüt ipək. Məntiqsizdir. A slice of sand. Məntiqsizdir. Yəni bir dilim qum demirik. A bowl of ketchup. Bir deməli kasa ketchup, bəli, bu doğrudur. C yazaq bura. A piece of water, ümumiyyətlə uşaqlar, liquidlər, yəni ki, mayelər a piece of-dan işlənmir. 34-də fərqli olana çıxın deyir. Uşaqlar, fərqli olana çıxın. Diqqətli olun bu tip suallarda.
Ya biri sayılan, digəri sayılmayan, ya biri sayılmayan, digəri sayılan, ya biri tək, digəri cəm. Yəni belə diqqətli olmaq lazımdır. Baxıram ki, A-da hand, B-də leg, C-də arm, D-də head. Dördü də həm sayılır, həm də bədən üzvüdür. Amma food, qida, ərzaq sayılmır. 35-də düzgün variantı istəyir. Uşaqlar, apostrof görürsünüz, hamısında apostrof var. Yəni isimlər cəmlənib və apostrof artılıb. Deməli bu hansı qaydadır uşaqlar? Yiyəlik hal qaydası. A variantı my sister's eyes. Sisters cəmdə apostrof, eyes cəmdə. Okay, are okay. Uşaqlar doğru cavab A-dır. Gəlin B, C, D, Y-də problem nədir baxaq. Childs deyə bir söz yoxdur, men's deyə bir söz yoxdur. Honey cəmləyiblər. Olmaz. Alligators da deyirsə, ümumiyyətlə tools S belə bir şey yoxdur. Tools'un cəmi nədir uşaqlar? Gəlin yazaq. Tools'un cəmi T-dir. Tools'a S artırmırıq. Cavab qalır A, belə də yazın. Şöyle davam eləyək. Deməli 36-ya baxırıq uşaqlar. 36-cı testdə deməli düzgün variantı istəyir. My nöqtə is my sister's daughter. Deməli mənim hansısa bir qohumluq dərəcədə kim mənim bacımın qızı ola bilər? Əlbəttə ki, bacı qızı sözü niece. Cavab C. Digərləri mənim qardaşım oğlu mənim bacımın qızı olmaz. Mənim kuzenim mənim bacımın qızı olmaz. Mənim nənəm mənim bacımın qızı olmaz. Mənim körpəm mənim bacımın qızı ola bilməz, məntiqsizdir. 37-də uşaqlar məntiqi olaraq düzgün olmayan variantı istəyir. There is not any food at home. My father is going to the boşluq. Deyir ki, evdə heç ərzaq yoxdur, mənim atam gedir. Harasa gedir, yəni almağa. Uşaqlar, evdə ərzaq yoxdursa ata, yəni ərzaq, qida. Biz burada sırf ərzaq kimdə düşünməyin, qida. Yəni bu tərəvəz ola bilər, bu çörək ola bilər, bu hər hansı bir, nə bilim, marketdən alacağımız bir şey ola bilər, ət ola bilər. Ona görə yəni greengrocer, baker və butcher ola bilər, amma dentist ola bilməz. Uşaqlar, biz diş həkiminə gedib food almırıq. Yaxud da əldə etmirik bunu. 38-də düzgün variant. Uşaqlar, zera ilk isimdən uzlaşır. Baxıram ki, bottles cəmdədir olacaq zera B variantı. Daha sonra uşaqlar 39-a gəldik. Yaxın mənalı sözləri seçin deyir. Uşaqlar, yaxın mənalı sözləri seçəndə diqqətli olun. Tərcüməsini bilməsəz, təbii ki, bu tip sualları yaza bilmərsiniz. Delicious dadlı. Baxıram birə, delicious dadlı. Dadlının uşaqlar sinonimi nədir? Tasty. Bir olacaq D. Difficult çətin. Çətinin sinonimi olacaq hard B. Ancient qədim. Qədimin deməli bunu belə oxunan eləyək. C. New da olacaq fresh. Uşaqlar, deməli mənə ardıcıllıq olaraq lazımdır D, B, C, A. O da D, B, C, A da olacaq. Uşaqlar, D variantı. Digər variantlar okey deyil. Deməli, davam eləyək. Gəlin bu qıraqda da bir D yazaq ki. Deməli, delicious olacaq tasty, dadlı. Difficult olacaq hard. Ancient olacaq old, new da olacaq fresh. 40-cı sualda incorrect istəyir, yanlış istəyir. Yəni doğru olmayanı istəyir. Doğruları gəlin çıxaq uşaqlar. There are not deyə bilirikmi? Deyirik. There are three people deyə bilirikmi? Deyirik. There are some people deyə bilirikmi? Many deyə bilirikmi? Amma uşaqlar, qısacası many-dən sonra match olmaz. Təsdiqdə də n olmaz. 5-6 olacaq C variantı. Burada C yazıram. 41-ci sual. Make compound nouns with book. Book sözü ilə mürəkkəb sözlər düzəldin. Uşaqlar, deməli, book pen ya da bookboard deyə bir sözümüz yoxdur. 3 ilə 6-nı çıxanda çox rahatlıqla D variantını tapırıq. Bookcase, bookshelf, bookstore. Mürəkkəb isimlər olan, belə deyək də, qaydamızda bunları keçmişdik. Uşaqlar, düzgün olmayan variantı seçin. Deyir, yəni 42-ci sualda. Nöqtə is not clean. Nəsə təmiz deyil. Uşaqlar, baxıram A, C, D və Y-dəki bütün sözlər nədir uşaqlar? Tək. Amma my clothes, yəni ki, mənim paltarlarım cəm olduğu üçün 42-də cəmdən sonra ar qoyardıq. Yanlış budur. 43 uşaqlar deyir bizə işarə vəzlikləri. Nöqtələrdən sonra umbrella təkdir, zos olmaz, zis olmaz. İkinci tərəfdə umbrellas cəmdir, plus o və z sözləri var. Deməli, D getdi, B getdi, qalır cavab A. Gəlin burada da 43-ə bir qısa A yazaq. This umbrella is small for you. Bu çətir sənin üçün balacadır. But those umbrellas over there are big and colorful. Amma oradakı çətirlər
böyük və rəngarəngdir. 44-cü sualda uşaqlar sum, mini, match qaydasıdır. Xatırlayaq, sum üstə ilə cəm və ya sayılmayan, match üstə ilə ancaq sayılmayan, mini üstə ilə ancaq cəm. Baxaq, sumdan sonra friend gələ bilərmi? Gəlməz. Yəni gəlməsi üçün cəmlənməlidir. Matchdan sonra balloon gəlməz. Sumdan sonra silver gələr. Silvers gəlməz. Mini cattle doğrudur. Match manizdə yanlışdır. Sayılmayan ismi cəmləmirik. Aha, uşaqlar, deməli indi gəldik 46-cı suala. 46-cı sualda düzgün variantı seçin. Yəni sualın bir hissəsi aşağıda qalıb, amma uşaqlar burada Azərbaycancası verilib. Düzgün variantı seçməliyik. Gəlin seçək. Women, daha doğrusu woman, boşluq, my niece and granny boşluq, girls boşluq, children's mazə boşluq, are fond of flowers. İnşallah mənim seçəcəyim və yaxud da bizim seçəcəyimiz sözlər cəm olmalıdır ki, mən burada are, bir dəqiqə bunu geriyə eləyək, mən burada are götürə bilim. Baxıram ki, woman təkdir. Biri çıxdıq. Yəni, woman-ın mən ətər are yazım. Olmaz axı. Girls, belə deyək də uşaqlar, rahatlıqla götürürük. Bunu yenə də belə eləyim. 3-ü götürəcəyəm. Apostrof 4-ə baxın uşaqlar. Apostrof S-dən sonra mazə təkli ar olmaz. Yəni 1 ilə 4 yanlışdır. 2-3 doğrudur. Cavab olacaq. Elə A variantı bayaqları. Hissə ora düşmüşdü. Cavab olacaq A. Yenə də baxaq. My niece and granny are fond of flowers. Mənim bacım qızı və nənəm gülləri xoşlayır. Girls are fond of flowers. Qızlar deməli gülləri xoşlayır. Bəli, 2-3. 1 ilə 4-ü də çıxdaş eləyək. D-ni də çıxaq. 46-cı sualda uşaqlar altına xətt çəkilən isimləri əvəzliklə əvəz eləməliyik. Düzgün variantı istəyir. My brother olacaq he. His work da təkdə olduğu üçün və is də burada verildiyi üçün it is yox, it. Cavab A. 47 neçə söz deyir cəmdə S qəbul eləyir. Uşaqlar, Laos, biraz bunu yaxınlaşdıraq. Laos, lice olur. Giraffe, okey, qəbul eləyir. Tooth, teeth olur. Crow qəbul eləyir. Zoo qəbul eləyir. Fox, foxes olur. Deməli, uşaqlar, mənim olacaq sözüm giraffe 1, crow 2, zoo 3. Zoopark sözü istisnaların içində var idi uşaqlar. Yes yox, S qəbul eləyir. Deməli, 3 dənə hansı variant olacaq? Y variantı. 48-də uşaqlar nə deyir? Düzgün variantı. Şəms and Nur, yəni onlar, B, Y, getdi. İkinci tərəfə baxırıq. Uşaqlar, 2 nəfərdən söhbət gedirsə, onların saçı olacaq da. Yəni, onun və yaxud da cansızlar və yaxud da heyvanlardakı it's ola bilməz axı. Cavab qalır C variantı. Deyir ki, Şəms və Nur bacıdırlar, yəni onlar bacıdırlar, onların saçı uzundur. Uşaqlar, axırıncı sualı belə, ikisini belə bir yerdə izah eləyəcəm. 49 və 50. Suala uyğun düzgün cavabı seçək. Is there any furniture in your sister's room? Sənin bacının otağında heç var, mebel. Mebel var. O da deyir ki, no. İnşallah no deyir də, yəni biz to be-dən də bu no-nun nə olduğunu bilirik. Bilirik ki, no-dursa orada mütləq is not olmalıdır. Baxırıq, Y getdi, A getdi. Çünki bunlar təsdiqdədir. Uşaqlar, is there-la verilən suala heç vaxt she, heç vaxt it verməyin. Elə özünü verin, there isn't. 50-ci sualda düzgün olmayan variant cəmlənmədir. Uşaqlar, wolf, f-nın v-yə çevrilməsi okey, düzdür. Leaf düzdür, shelf düzdür, knife düzdür. Amma cliff, uşaqlar, biz nə eləmişik? Cliff-i keçmişik. Cliff istisnadır. Cliff-in cəmi də s-la olacaq. Yəni, belə dəyişilməyəcək. Ona görə cavab 50-də olacaq D variantı. Bu qədər uşaqlar, sınaq izahları, belə deyək, sualların izahlarını bitirdim. Ümid edirəm, sınağınız çox yaxşı keçib. Hamınıza uğurlar.